Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat kitablarından səhifə 36 və 37-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmaq və like atmayı unutmayın. Gəlin başlayaq. 1. Bölmə əməlini yerinə yetir, cavabın doğruluğunu yoxla. 74 77.892 bölünsün 4. 7'ye 4'e 1, 1'i 4'e 4, 7'de 4'e 3, 7 gelir 37'de 4'e 9, 9 4'e 36, 37'de 36, 18, 8 gelir çünkü 18 4'e 4, 4'e 6'ya, 4'e 4'e 16, 18'den 16, 22, sonra 29, 29'u 4'e 7, 7'de 4'e 28, 29, 28, 1, o da 2, 12'ni 4'e 3, 3'ü 4'e, 12, 12, 12, 0. 19 ve 473 burası 4, 7, 77, 1892. Mən daha cavabları deyəcəm, çünki çox uzun olacaq əgər hamısını bir-bir belə desəm. 23.415'i 5'e 4.683, 4.683'ü 5'e vuranda 23.415, 41.373'e bölende 13.790, 13.793'e burada 41.370. 60.907'li 907'ye bölende 8.701, 8.701'i 7'ye vuranda 60.907. 112.808'e bölende 14.100, 14.100'ü 8'e vuranda 112.800. Qisməti şifahi tapı ilə 21 bir bölüsü 7 o 3 bir 36 bir bölüsü 6 6 bir 80 bir bölüsü 4 20 min 20 min bölüsü 5 4 bin. 3. Dağlıqlı bölmənin yerini yetir, cavabın doğruluğunu yoxla. 31.201 bölünsün 4 eləyir 7.800, qalıq 1. 7.800 vurulsun 4, 31.200, 31.200 sayıl 1, 31.201. 12.482 bölünsün 3 eləyir 4.160, qalıq 2. Yoxlanması 4.160 vurulsun 3 eləyir 12.480, 12.480 sayıl 2, 12.482. 45.565 bölünsün 7 659 600.509 qalıq 2 6.509 vurulsun 7 yoxlamasıdır 45.565 45.563 dəyər 2 45.565 4. Sahə modelindən istifadə etməkdə bölmə əməlini yerinə yetir. 40.000'i 8'e 5.000, 3.208'e 400, 24'ü 8'e 3. Burada yazı cevapların yukarısında. 43.224 bölünsün 8 eləyəcək 5.000 453 eləyir 5.403 cavab 5.403. Keçək səhifə 37'ye. 5 hesabla. Cavabın doğruluğunu kalkülyatorda yoxla. Birinci bunda 21.000'nin çıxırıq 824'ünü 20.176, 20.176'nın 8'i 2.522, 18.286'nın üstünə 2.522 gəlir 20.808, cavab 20.808, 30.000 çıxılsın. Aha, 30.000 çıxıl, deməli 31.562'den birinci 562'ni çıxırıq 31.000. Sonra 62.000'i bölürük 5'e 12.400. 31.000'i vururuq 2'ye 62.000. Birinci aslında budur. 31.000'i vururuq 2'ye 62.000. Sonra da 30.000'den çıxırıq 1240'ı 1700. 17.600 cavab 17.600. 6. Hesablama aparmadan qalıqsız bölmə əməllərini müəyyən et və aşağıya al. Qalıqlı bölməni yerinə yetir və cavabın doğruluğunu yoxla. Deməli 23.241 bölünsün 3. Deməli bu qalıqsızdır.
Nömrələrlə deyən ikinci, üçüncü. Birincidən başqa hamısı qalıqsızdır. Gəlin 12412-ni bölək 5-ə eləcək 2482 qalığı 2. Növbəti kartı əvvəlkini 3 dəfə kiçik ədəd yaz. Birinci kartdakı ədəd, üçüncü kartdakı ədəddə neçə vahid böyükdür? Deməli, 39.042-ni bölürük 13.000. 14, 13.014 yazdıq. Sonra 13.014-ü 3-ə bölürük 4.334. 39.042-dən 4.334, 34.704. Cavab 34.704. 8. Dünyanın en uzun ömürlü bitkisi kreozot kolu hesab edilir. Hazırda 11.700 il yaşı olan kreozot kolları var. Küknar ağacının en qədim növünün isə yaşı bunun 1/3 hissəsindən 700 il çoxdur. Bu növ küknar ağacının neçə yaşı var? 11.700 bölünsün 3 vurulsun 1 3 sayır 700 eləyir 4600. 3300 sayır 700 eləyəcək 4600 il yaşa 4600. 9. Şənbə və bazar günləri tamaşa biletlərinin satışından cəmi 95.830 manat gəlir əldə edildi. Bu məlumata əsasən cədvəl tamamla. Deməli, 5218 vuruq ona, eləyir 5200, 52.180. Deməli yazdıq gəlirə, bazar günündəki gəlirə. Sonra 95.830-dan çıxırıq 52.180-ni eləyəcək 43.650. Yazdıq şənbənin gəlirinə. 43.650-ni 9-a bölür eləyir 4850. Satılan biletlərin sayını yazdıq şənbədə. Belə dostlar, bir nəticələr tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.